Herkese salam qızlar, kanalıma xoş gəlmisiniz. Burada səs pis olduğu üçün mən səsi üzərindən yazıram. Bilmirəm niyə siz zəif yazır burada səsi. Ümumiyyətlə bu vlog həftə sonu başlamışdım bunu çəkməyə və artıq növbəti həftə sonu mən bunu paylaşıram. Çünki birincisi qızım xəstə idi, ümumiyyətlə nəsə etməyə vaxtım yox idi, imkanım yox idi. Xəstəki Temu bağlamalım sonradan gəldi. Ona görə mən bunu sonda, yəni bir neçə gün sonra əlavə etdim. Burada hazır açdım. Burada qızımın sumkasını yığdım. Normalda nələr götürürəm onu demək istəyirəm sizə. Baxın, soska götürürəm həmişə mütləq. Yemək götürürəm. Bu xüsusi olaraq yemək üçün, dösmək üçündür. 3 dənədir. Yəni 3 dəfə yeyə bilər bundan. Neçə qaşıq altında tökürsünüz hər birinə və sonra da ağız buradan açılır. Çox asan çikodan əldə eləmişəm. Oradan açılır və rahat smis düzəldə bilirsiniz. Bu onun butulkasıdır. Bunun termosudur. Bu pampersləri də həmişə götürürəm. Bu silmək üçün bezdir. Ola bilsin hardasa əgər restoranda yumaq üçün şərait olarsa, hə bundan istifadə edirəm. Olmursa burada salfetkaları da var. Çikodan nəm salfeti var. Ondan istifadə edirəm. Yəni sırf uşaq üçün də, uşaq silmək üçün. Burada 2 dəst paltar götürürəm mütləq. Həm alt, həm üst. Burada da paltarını hazırlamışam, geyindirəcəm, çıxmamış geyindirəcəm, hələ ki geyindirmirəm. Hələ ki özüm də geyinməmişəm heç bu şey. Belə bir də hə slipi götürəcəm. Slipi bezi altına salmağa ki, dəyişəndə altını. Bir də fərqli slipi bezləri var məndə. İndi göstərəcəm sizə, ondan dəyişirik. Ha bir də fartukların təbii ki, döşlüklərini götürürük. İki cütdür burada. Məncə heç nə unutmamışam. Bunu qoyaq bura. Şöp belə. Ha bir də quşqası olmalısa filanlarımsa olmasa da indi bir dənəsini qoyacağam ki, olsun yenə də. Deməli qızlar, Panda Baby'dən qızım üçün soska almışam. Bu reklam deyil heç şükür. Yəni sadəcə hardan desdiyimi demək istəyirəm. Bir çox mağazada var. Zaten bu Bips'dir. O biri soskası da Bipsi idi. Sadəcə olaraq həm böyük idi, bir anadan olandan heç imkan olmadı gedib dəyişməyə. Həm də sonra öyrəşdirdim. Bir də ki bunun forması başqa cürdür. Mən məsləhətləşdim. O gün mənə çox adam dedi ki, bunun forması böyük olduqda onun ağ şəkli dəyişir, belə dişlərinin falan çıxmasında da rol oynayacaq. Amma bunun baxın forması belədir. Bu daha uyğundur. Bu 0+'dur. Bunun 6+'lar da var idi. Amma zaten ən balacasını məsləhət görürlər. Mən keçən dəfə aldığımda elə bu rənglər idi, səhv etmirəmsə. Birini itirdik deyəsən, bunu istifadə edirdim. Amma indi hal-hazırda yenə də ən uyğununu getdim aldım. Bu isə qulaq çöpüdür uşaqlar üçün. Bunu da oradan əldə elədim. Belə, orada bir çox şeylər var uşaqlar üçün. Əgər istəsiniz gedə bilərsiniz. Baxın, belə bir şey də var qızımda. Bunlar uşaq vlog oldu. Belə bir şey var. Prosta istəyirəm sizə də deyim ki, birdən olar da, yəni çox adamın uşağı var, məni izləyə bilər və yararlana bilər bundan. Hə? Bunu baxın, demodan əldə eləmişəm. Bu əslində mağazalarda da var çoxdur, amma eyni şeydir əslində. Burada daha bahadır deyəsən. Heç bir də baxmamışdım düzündə, mən demodan əldə elədim. Bu sırf oyuncaq diş qaşımaq üçün də həm də uşaq ağzını salarsa, belə biraz bəkliyi var da. Dişi qaşınanda, dişlərin yeri qaşınanda bunu ağzına salıb oynada bilər, sırf onun üçündür. Qaynatmışam, sifariş edəndə gələndən sonra qaynatmışam, eləmişəm falan. Sonra vermişəm artıq. Burada oturmuşuq qızımla, çay keyfi eləyirik. Çay o içib. Zarafat edirəm buna, yoldaşım içib artıq. O getdi biraz dincəlməyə. Biz də qızımla burada indi biraz yemək yiyəcəyik. Qızım yemləşqə eləyəcək, sonra biz də gedəcəyik olmalı. Anasını hələ çinməliyəm. Ona görə gədək bunu yatızdıram. Şöyle gedim. Böyle. Qızlarla hər ki temu bağlamalarım gəldi. Biri gəlib hələ ki. Keçən dəfə demişdim, bayaq dedim videoda ki, neçə vaxtdır, lap yanvarın əvvəlindən hələ sifariş eləmişəm, qalıb. Amma indi yaxşı ki, gətirdilər bir dənəsini. Sizlə bir yerdə açarıq. Bilməm, bəlkə siz açaram birinci, çünki artıq çox səbirsizlənirəm. Bu qızım biraz narahatdır, onu biraz rahat olsun, sonra açacağım. Şimdi baxım görüm, burada çox şeylər var əslində. Onun iqruşkası da olmalıdır əslində. Bir dənə baxın, əgər iqruşkası olarsa açım iqruşkasını verim, həm oynasın, həm də sizə göstərərəm. Burada yəni də üzərində səs yazmalı oluram qızlar. Əgər səski olacaqsa, maşın səsi olacaqsa üzrlü sayın, çünki bu səsi yolda yazmışam artıq. Deməli, çoxdan da gözlədiyim temu bağlamam axır ki gəldi. İndi mən sizə unpacking eləyəcəm, burada göstərəcəm nələr var və artıq onları da əlavə eləyəcəm. Əgər siz maraqlı olarsa istəsəniz, sifariş edə bilərsiniz. Deməli, ilk olaraq uşağım üçün yemək dəsti, yəni yemək qabı sifariş eləmişəm burada. Burada olmalıdır boş qab, butulka, çəngəl, qaşıq.
Ümumiyyətlə əlavə qida üçün sifariş eləmişdim düz yanvarın əvvəlində. Amma bu nə vaxt fevralın əvvəlində, hətta fevralın ortasında gəldi, çıxdı. Biraz gec gəldi. Amma bu problem hamıda yaşandı bu ay. Gözlədiyim kimi deyildi ümumiyyətlə. Çünki mən daha böyük gözləyirdim, daha yaxşı gözləyirdim. Bu isə daha balacadır. Yenə də artikulunu əlavə eləyəcəm. Qiyməti çox da deyildi əslində. Bu deməli hələ ki istifadə etməmişəm, düzünü desəm. İndi bu videonu səsləndirirəm. Hələ ki istifadə etməmişəm. Qızım biraz xəstədir dediyim kimi. Hələ ki simes verməyə çalışıram. Yeməyi çox yemir. Dişləri çıxır lazımdır. Bu maskalardır deməli. Əslində Sador'dan maska sifariş etmişdim. Yəni orada fotoda Sador yazılmış. Səhv etmirəmsə, yenə də əlavə eləyəcəm. Amma burada bir başqa bir firma oldu. Amma yəqin ki Fibrok ya da necə idisə xatırlamıram. Ümumiyyətlə nəysə, amma eyni saydadır. Yəni düşünürəm keyfiyyəti də eynidir. Onu da yenə də yoxlamamışam. Yoxlayım yenə də sizə deyərəm. Amma eyni keyfiyyətdə görünür. 10 dənə maskadır, parça maskadır. Mən maskaları çox istifadə edirəm. Ona görə tez-tez sifariş edirəm. Bu soska saxlamaq üçün deməli belə bir aksesuardır. Uşağın paltarında qalsın, itməsin, düşməsin deyə bundan istifadə olunur. Bundan da 2 ədəd sifariş eləmişdim. İkisinin də rəngi əslində bir-birinə yaxın idi. Sadəcə yenə də zapasda elədim ki, bunu istifadə eləyək, sonra o birisini də əgər lazım olarsa çıxardaram. Deməli, indi o birisi də olmalıdır. Ümumiyyətlə, tapım sizə göstərəcəm. Belə burada deməli nə var, bir dəqiqə baxaq. Burada bu büsqalterdir, analar üçündür. Uşaq yedistirən analar üçündür, süd verən analar üçün. Bunu açmadım, sizə göstərmədim. Sonra burada uşağım üçün dəsmal sifariş etmişdim. Bu rozova dəsmallı çəhrayı rəngdən. Ümumiyyətlə uşağım hələ ki dəsmalda istifadə etmirəm, uşağım üçün müslinlərdən istifadə edirəm. Amma burada sifariş etmişəm, artıq istifadə eləyəcəm. Yəni tək evdə yox, misal üçün harasa gedəndə də lazım olur uşağı çimizdirəndən, yuyundurduqdan sonra dəsmal istifadə edən, həm də yayda falan, baseynlə çıxdıqda falan. Burada qızıma göstərirəm, görsün qarşısına gəldi ya yox. Sonra bu birisi həmin dediyim o birisi o soska üçün, tutmaq üçündür. O biri rəngidir bunun. Mən o birisi rəngini istifadə etdim, bunu hələ ki zapasa qoydum. Sonra baxaq. Burada deməli case'dir. Bu personal olaraq, yəni sırf sizin üçün hazırlanır. Orada şəkil yükləyirsiniz Temu'da. Onlar sizin üçün, sizin şəklinizdə, sizin fotonuzda hazırlayırlar case'i. Çox bəyəndim əslində, çox qəşəngdir. Mən düzdür yeni şəklimizi yükləmişdim. Sonra fikirləşdim ki, kaşki ümumi bir şəkil yükləyərdim ki, sırf yeni il temalı yox. Çünki yeni il artıq keçib. Burada baxın, bu bizik. Bizi görməmişsiniz də, amma belə foto şəklində görün. Multik kimi hazırlanır. Zaten animasyonlu kimi hazırlanır burada. Burada belə bir şəkil aldım. Yəni qəşəng, bəyəndim. Qiyməti çox da deyildi əslində. Yəni çox baha deyildi, əlavə edirəm bura. Sonra bu nəhayət ki uşağımın oyuncağı. Baxın, çoxdan gözlədiyim oyuncaq əslində bu idi. Sadəcə olaraq batareya əlavə etmək lazım idi. Onu batareya əlavə edib artıq sonra işlətdim. Orada üzərində yazılmışdı hansı batareyalar lazımdır. Mən də elə onlardan getdim aldım. Maraqlı oyuncaqdır. Qiymətə görə də çox yaxşıdır. Mən də çox bəyəndim. Orada üzərində görürsünüz 3 dənə rəngi var idi. Hətta 2 rəngi vardı deyəsən, bir rəngi qalmamışdı. Mən çəhrayı rəngini sifariş elədim. Mesela qızım olduğum üçün çox çəhrayı alıram, bilmirəm. Bəzi insanlar bunu sevmir belə, amma mən elə edirəm. Sonra burada deməli baxıram, axtarıram. Arxasını açmaq üçün əslində açmaq lazımdır. Şurup açmaq lazımdır. Onu mən birinci bacarmadım. Sonra yoldaşım gəldi, açdı. Burada yenə qızıma göstərirəm, görün bəyənib ya yox.
Buradan sonra artıq səsim yazılmayıb qızlar, ona görə belə davam edirəm. Deməli, gördüyünüz kimi bu bitmişdi, ona görə başqa birinin linkini əlavə etdim artikolunu. Növbəti sifarişim belə bir aksesuardır ev üçün. Bu kis fırçaları yığmaq üçündür. Əslində gözlədiyim kimi gəlmədi tam da şəkildə, daha estetik, daha belə necə deyim, qəşəng, daha bahalı görünür, amma əslində çox belə sadə, çox belə material keyfiyyətsiz olan bir mal gəldi, amma yenə də əlavə etdim. Burada isə brelokdur. Bu brelokda yenə də xüsusi olaraq sizin üçün hazırlanır. İstədiyiniz şəkli seçib əlavə edirsiniz. O şəkillə sizin üçün hazırlayırlar. Mən uşağımın şəklini seçmişdim. Deməli qızlar, dediyim kimi temu bağlamalarım artıq gəlir. Ona görə bir dənəsini də açacağım sizin üçün. Bunu yəqin temu vlogunda görəcəksiniz. Əgər dırnağım fərqli olarsa, çox da qınamayın. Çünki istəyirəm elə hamısına bir yerdə baxasınız. Gəlin açım. Deməli qızlar, burada bu qızımın paltarı olmalıdır, səhv eləmirəmsə. 12-18 ay, bu qızımındır. Artikullarını da qoyacağım yenə. Gəlin sizə göstərim. Baxın, belə bir altdır. Əslində mən bunu biraz böyük sifariş elədim ki, bilirsiniz də uşaqlar tez böyür, həm də birazdan olsun onu. Amma bu bayağı böyük gəlib, yəni bilmirəm də. Yox, birazdan yoxlayarıq. İnşallah olar. Olmasa da payızda onsuz da 12-18 olacaq, onda da geyinə bilər. В общем, qızlar, bunu heç unutmuşdum. Əslində mən bunu biraz başqa material bilmişdim. Atlas falan da. Adel, смотри. В общем, amma biraz fərqli materialıymış bu. Görüm. Material nədir heç bilmədim. В общem, bildiniz necə? Elə bil atlas yox, daha belə bərk olur material. Necə əslində? Müslin kimi də. Müslinə oxşar, müslin olmaz yəqin ki. Şimdi belə bir pijamadır. Təəssüf ki, əlimdə göstərə bilmirəm, amma artikolunu qoyacağım. Sonra bir dənə də yoldaşım üçün sifariş. Dedim, özünüzə bu qədər sifariş edirəm. Bir dənə heç olmasa onun üçün bir nəsə alın. Yenə də baxa material bu. Daha yaxşı gözləyirdim. Bir dənə baxaq. Oyda qızlar, bu XS razmer gəlib. Oyda, baxın görmə bunu XS razmer etmişəm. Səhv eləmişəm. Ayda qızlar. İnşallah olar. Əslində ola bilər, amma çətin. XS. Ayda. Hədiyyəm boşa gedəcək. XS üçün. XS olsa gərək özüm geyinim. Bağışla. Bağışla məni.